bəşərdə yeganə nagüman iblisdir. Ki onun gümanı yoxdur istiğfar eləməyə. Ona görə də insan çalışa ki nəfsin şeytana qul eləməyə. Mərhum Füzuli yazır ki, ey könül, dünya nə lazımdır əgər can olmasa, sağlam can olmasa, dünya onun nəyinə lazım? Elədir. İnsanın nəyinə lazım əgər sağlam can olmasa? Aşiqə rahatlıq olmaz, vəsli canan olmasa, sevən qəlb rahat ola bilməz, sevdiyinə yetişməyə. Al qabağın nəfsini, nəfsün qabağını al. Allatmasın şeytan səni. Heç kim aldanmaz əgər nəfs ilə şeytan olmasa. İnsanın iki düşməni var. Biri insanın nəfsidir, biri də şeytandır. İnsan gərək dünya həyatında öz nəfsinə hakim ola. Növbəti sualımıza baxaq. Kəmalə İsayevə yazır ki,